2-1. İlk öncə şagirdimizi tanıyaq. Özünü təqdim elə. Soyadım Abbassadədir, adım Mircamal. Abbaszadə Mircamal. Mircamal, hansı məktəbdə oxuyursan? Neçənci sinif şagirdisən? İlqar Kişiyev adına 17 saylı nömrəli məktəbdə 6C sinifində oxuyuram. 6-cı sinif şagirdisən, lap yaxşı. Böyüyəndə nə olmaq istəyərdin? Nə olmaq istəyərdim? Bu ilə bağlı bir fikrin yoxdur. Özünə gələcək həyatında bir peşə, bir sənət hələ seçməmisən? Xeyr. Hələ ki seçməmisən. Hansı peşəyə daha çox marağın var məsələn? Hansı peşə haqqında daha çox maraqlanırsan? İdman barəsində. İdman barəsində. Çox gözəl. Gələcəkdə yəqin ki, seçdiyin peşə də ona yaxın olar. Mircamal, ən çox sevdiyin fənnin, ən çox sevdiyin müəllimən kimdir? Ən çox sevdiyim fənnim riyaziyyatdır. Aha, riyaziyyat fənnini daha çox sevirsən. Fənn müəllimənin adı nədir? Səbnə müəllim. Səbnə müəllimə. Buradan müəllimənə də çoxlu təşəkkürümüzü bildiririk ki, sənin kimi gözəl, bilikli, savadlı bir şagird yetişdirib. Həyat idealın kimdir? Həyatda kimi özünə ideal olaraq görürsən? Atan, anayı, hər hansısa bir müəllimən? Atam. Atan. Adətən övladlar atalarını özlərinə ideal olaraq görürlər. Çox gözəl. Müəllim, siz də özünüzü təqdim eləyərdiniz? Elçin Abbasov Camaloğlu. Aha. Neçəvi sakini. Müəllim, övladınıza nə arzulayardınız? Bir ata olaraq sizin də fikirlərinizi alaq. Yəni, buyurun. Nə arzulayardım? Ali təhsilli olsan, hörmətli bir insan olsan, dövlətə xeyri dəysin, vətənə xeyri dəysin. İnşallah ki, elə də olur. İnşallah. Biz də Çağdaş Təhsil komandası olaraq Mircamala gələcəkdə dərslərində, işlərində çoxlu müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, ata-ananın daim fəxri olarsan. Millətinə, xalqına, öz ailənə layiqli övlad olaraq yetişərsən. Çox sağ olun, təşəkkür edirik.